للمؤمن والمؤminat والmuslimin والmuslimat الأحياء منهم والأموات. Cəmi şəhidlərimizin, vətən şəhidlərimizin ruhları şad. Bi haqqı Muhammedin aleyhi və bi hürməti surətlər. Fatihə. Allahümme sallallahu. Allah şəhidlərimizə rəhmət. Salam analar, əziz atalar, əziz Novruz sevənlər. Bugün bizim kəşfiyyat rəisimiz olan, yiğit qəhrəmanımız olan, neçə erməninin döyüş nöqtəsinin, döyüş mövqeyinin bizlərə ötürüb, neçə qəhrəmanlıq göstərən Novruz qardaşımızın bugün mövlud gününə yığışmışıq. Mən istərdim birinci tədbirimizə başlamamışdan öncə Azərbaycanımızın ərazi bütövlüyü, suverenliyi, müstəqilliyi uğrunda öz şirin canlarından keçən igid qəhrəman şəhid qardaşlarımızın əziz xatirəsini bir dəqiqəlik sükutla yad edilir. Allah cəm şəhidlərimizin məqamını uca eləsin. Bəli, Novruz qardaşımız ömrünün çox bir hissəsini orduya, Azərbaycanımızın torpaqları üçün azadlığı uğrunda ömrünün çox hissəsini vətəninə həsr eləmişdir. Və o mayor rütbəsinə qədər yüksəlib və həmişə də Azərbaycanın Qarabağ bölgəsində onun elə bir bölgə yoxdur ki, oranı əl içi kimi bilməsin. Həmişə başqa bir yerdən hansısa bir kimsə gələndə Novruz qardaşımızı həmişə ona deyirdilər ki, sən o zonanı o ərazini çox gözəl bilirsən, gözəl tanıyırsan. Çünki əsl Azərbaycanlı idi. Əsl Azərbaycanlı idi. Novruz qardaşımız haqqında çox danışmaq olar. Mən o haqda sözü verəcəm, danışacaqlar. Amma mən onların o yüksəkliyi bayrağımız haqqında və azad elədiyi torpaqlarımız haqqında, bu günlərim çiçəklənən Qarabağımızda biz tək mən, tək siz o sözü deməli deyilik. Bunu hər bir kəs deməlidir. Hər stolda oturan, otaqda oturan bir insan deməlidir ki, mən o stolda şəhidlərə görə oturmuşam. Şəhid anası içəri girəndə ayaq üstə onu qarşılamaq lazımdır. O ehtiramı göstərmək lazımdır. O diqqəti, o qayğını göstərmək lazımdır. O cümlədən bizim elə idarə müəssisə rəhbərləri var ki, onlar bəzi hallarda bizim şəhid ailələrinə, istər bizim olsun, istər başqa bir rayonda olsun, laqeyd yanaşırlar. Mən onlara demək istəyirəm ki, prezidentimiz həmişə deyir, şəhid ailələri, qazilərimiz bizim ən həssas nöqtəmizdir. Onların hər biri, mən sizi ora təyin eləyirəm, hər biriniz onların nə işləri var hamısını görməlisiniz. Görməyə də borçlusunuz. Allah'a şükür ki bizdə hər bir şey
öz qaydasındadır. Yəni tədbirlərimiz Allaha şükür çox gözəl, möhtəşəm keçirilir, səliqəli şəkildə. O cümlədən şəhidlərimizin anım günüdür, ad günüdür. Hamısı burada şəhidlər evində səliqəli şəkildə həyata keçirilir. Və mən bir daha deyirəm, Allah şəhid analarına, şəhid atalarına, şəhid bacılarına, şəhid yoldaşlarına, şəhid övladlarına Allah səbir versin. Sizin dərdiniz həqiqətən də o Atlas bacının bir sözü var. Deyirlər ki, bir oğul itirdin, 1000 oğul qazandın. Amma yox. Yox. O oğul ki, hər dəqiqə hər an mənim yanımdadır. Onda mənim oğlum. Mənim nə problemim var, onu həll eləyirsə, onda mənim oğlumdur. Allah hər birinizə səbir versin. Hər birinizə can sağlığı versin. Mən həmişə sizin o ağ saçlarınıza baxanda, atalarımızın ağ saçına baxanda, o bükülmüş belini görəndə, həqiqətən də ürəyim mənim də parçalanır. Allah sizləri var eləsin. Sizlər bizə deyəndə mən özümə danışıram. Mənim üçün siz dünyasınız. Allah sizləri var eləsin. Allah sizə can sağlığı versin. Mən yerdə qalanlarınızın övladlarına gözəl günlər qismət eləsin. O gözəl günlərdə həmişə görüşək. Bax, bu günlərim Ağcabəddən bizim şəhid bacımız da təşrif buyurubdur. Mən yenə deyirəm, bizim Haqq Səsi TV-nin bizim rəhbəri də bu günlərin buradadır. Allah hər birinə can sağlığı versin. Kim ki şəhidlərimizə daha doğrusu dəyər verirsə, Allah da ona dəyər versin. Bu günlərin burada şəhid ailələrinin işləri üzrə şöbə müdürünün müavini Elmi müəllim başda olmaqla Quzanlı qəsəbə icra nümayəndəsini Eldəniz müəllim də iştirak eləyir. Şəhid atalarımız, şəhid analarımız iştirak eləyir. Allah hər birinizi var eləsin. Mən Noruz qardaşımızın döyüş yolundan danışmaq üçün Elmi müəllimi dəvət edirəm. Hörmətli rayon ictimaiyyəti, əziz və dəyərli şəhid ailələri, bugün qüdrətli ordumuzun əfsanəvi kəşfiyyatçı, zabiti, mayor Əsgərov Novruz Ələddinoğlunun cənnətdəki mövlududur. İlk öncə mən Allah Teala'dan bütün şəhidlərimizə rəhmət diləyirəm. Onların ruhu qarşısında, müqəddəs ruhu qarşısında baş əyirəm. Əsgərov Novruz Ələddinoğlu 1980-cı ilin bu günü dünyaya göz açmışdır. Ağdam rayonunun Quzanlı kənd sakini olmuşdur. O, orta məktəbini də Ağdam rayonunun Quzanlı kəndində başlamış və həmin kənddə orta məktəbini başa vurmuşdur 1997-ci ildə. Orta məktəbini başa vurduqdan sonra Ali Hərbi Komandanlıq adlandırılan akademiya daxil olmuş. 2001-ci ildə həmin akademiyanın məzunu olaraq fərqlənmə diplomu ilə məzun olmuşdur. O, akademiya qurtardıqdan sonra seçilmiş zabitlərdən biri kimi Türkiyədə təhsilini başa vurmuş, yəni o Türkiyədə kurs keçmişdir, təhsilini təkmilləşdirmişdir zabitlik üzrə. Əsgərov Novruz kəşfiyyatçı olaraq bütün Azərbaycanı qarış-qarış gəzmiş, bütün Azərbaycanı 5 barmağı kimi tanımışdır. Sözün əsl mənasında o kəşfiyyatçı idi, zabit idi, vətənpərvər idi, səmimi idi, səbirli idi, vətəninə bağlı bir oğul idi. O, zabit kimi ilk dəfə 2016-cı ilin aprel döyüşlərdə iştirak etmiş, xüsusi zayətlər göstərmiş. Düşmənin müxtəlif koordinatlarının əldə olunmasında dövlətimizə, ordumuza kömək göstərmişdir. 2016-cı il aprel döyüşlərindən sonra o 2021-ci ildə başlanılan Haqq Savaşında, 44 günlük vətən müharibəsində də iştirak etmiş. O 44 günlük vətən müharibəsində Suqovuşanın azad olunması istiqamətində döyüşlərdə öz
komandirliğini göstərmişdir. Döyüş yoldaşlarına döyüş zamanı düzgün istiqamət vermiş, kəşfiyyat işlərinin aparılmasına rəhbərlik eləmişdir. Öz hərbi hissəsi qarşısında qoyulan tapşırıqları həyata keçirmişdir. O Vətən müharibəsində həqiqətən onun keçdiyi yol igidlik, mərdlik, qeyrət yolu idi. 2020-ci ildə Kutokili Vətən müharibəsində 27 sentyabr Vətən müharibəsinin başlandığı gün xüsusi süzarətlər göstərərək şəhidlik zirvəsinə ucalmış bizim cənab mayorumuz göstərdikləri süzarətə görə ölkə rəhbərliyi tərəfindən qiymətləndirilmiş və o cənab Ali Baş Komandanın müvafiq sərəncamları ilə ölümündən sonra 3-cü dərəcəli Rəşadət ordeni ilə, Vətən uğrunda medalı ilə və Suqovuşanın azad olunmasına görə medalı ilə təltif olunmuşdur. Əsgər Əli Novruzun cənab mayorun 2 övladı vardı, Toğrul və Rahat. Allah onun övladlarına ömür versin. Onun övladları inşallah gələcəkdə onun adına layiq övladlar olacaqlardır və bizim doğma Qarabağımızda, günü-gündən çiçəklənən Qarabağımızda yaşayıb yaradacaqlar. Allah bütün şəhidlərimizə rəhmət eləsin. Şəhidimizin yaxınlarına başsağlıq verirəm. Allah sizlərə səbr versin. Biz dünənlərim bizim idmançılarımız Kənan müəllimin rəhbərliyi ilə gözəl idmançılarımız, igid qəhrəman idmançılarımız Eşən müəllimin təşəbbüsü ilə bizim səfərə yola salınan idmançılarımız hamısı ilk startı Xana Əminin məzarı önündən götürdü. Oranı ziyarət elədilər və orada and içdilər ki, biz döyüşdən çox böyük bir nailiyyətlə qayıdacağıq. Sonra bizim Quzanlıda 1-ci Qarabağ müharibəsinin şəhidlər xiyabanını ziyarət elədilər. Sonra buranı ziyarət elədilər və burada şəhidlərimizin ruhu qarşısında baş əydilər. Və onlar şəhidlərimizdən necə deyərlər, bir halallıq alıb səfərə çıxdılar. Çünki bura bizim ən müqəddəs bir yerimizdir. Hər bir kəs o təşəbbüsü irəli sürsə, hərbiyə yola salınan uşaqlarımız hamısı gəlib buranı ziyarət eləyib, sonra gedib məclisini eləyirlər. O cümlədən bizim həmişə bütün o döyüş arenalarına çıxanda hər bir idmançımız o döyüş arenasına çıxanda hər biri mən bu idmanımı, bu yarışımı şəhidlərimizə həsr edirəm və qalib gəlirlər. Çünki şəhidlərimizin də ruhu həmişə onların üstündədir. Tək bayrağı torpaqlarımıza sancmaq deyil. Hər bir ölkədə o ucalan bayrağı, o şəhidlərimizin ki, hansı ki ən müqəddəs bayrağıdır, onları da başqa bir ölkələrdə qaldırırlar zirvəyə. Bu bizim üçün ən önəmli bir işdir. Allah kim buranı ziyarət eləyib gedirsə, onun işlərin həmişə gözəlləşdirir, uğur qazanır. Və mən bu günlərim Noruz qardaşımızın uşaqlıq dostu olan, özü 1-ci Qarabağ müharibəsinin qazisi olan bizim əziz qardaşımız, dostumuz Eldəniz müəllim bu günlərim burada iştirak eləyir. Mən istərdim ki, Noruzla bağlı xatirələri var, onu bizlə bölüşsün. Novruz Quzanlı kənd sakini. Novruz Quzanlı qəsəbə tam orta məktəbində işləmişdir. Novruz bir müəllim ailəsində doğulmuşdu. Atası hamımızın müəllimi olmuşdu. Əliyəddin müəllim, Allah ona da rəhmət eləsin. Novruz başqa cür böyüyə bilməzdi. Novruz başqa cür tərbiyə ala bilməzdi. O başqa yolda seçə bilərdi. O öz savadı ilə gedərdi, tutaq ki, xalq təsərrüfatının üstünə girərdi.
mühendis olardı, nə bilim, başqa sənət seçərdi. Lakin o elə bir mühitdə böyüdü ki, elə bir dövrdə böyüdü ki, onun uşaqlığı da, gəncliyi də müharibə dövrünə düşdü və o şəhidləri, Birinci Qarabağ müharibəsi şəhidlərinin hər birini öz gözləri ilə gördü. Onların şücaəti haqqında eşitdi. Və o qarşısına məqsəd qoydu ki, yox, mən yəni o dövrdə bir haşiyə çıxım ki, Quzanlı qəsəbəsindən də bütün kəndlərdə, Ağdamlar bilirsiniz də, bütün Respublikamızda ən çox şəhid verən rayondur və o cümlədən də bizim Quzanlı kəndi. O vaxt Quzanlı məlumat üçün deyirəm, ərazi nümayəndəliyindən 34 şəhid olmuş, təkcə Quzanlıda. Görün o bir hələ Cəbhə bölgəsi kəndlərdən nə qədər şəhid olmuşdur, mülki şəhidlər olmuşdur. Və o cümlədən bir milli qəhrəmanımızdır, Allah hamısına rəhmət eləsin. Və Novruz başqa yol seçmədi, o hərbçi yolunu seçdi və onun qəhrəmanlığı, onun igidliyi onunla ölçülür ki, o kəşfiyyat mayoruydu. Bu söz adi, biz hamımıza adi gəlir, mayor. Mayordur da, insan olur, vəzifədə olur, rütbəsi olur, xidmət eləyir və xidmət keçdikcə onun rütbəsi artır, amma xeyr. O kəşfiyyatda olmaq üçün, məsələn, o cümlədən Rağuf Məmmədov, Allah hamısına rəhmət eləsin. Allah bütün şəhidlərimə, Rağuf Orucov, Allah hamısına rəhmət eləsin. Hamısının öz yeri var, şəhidlərimizin hər birinin sıravidən tutmuş, generalına qədər hər birinin öz yeri var. Bu günlər sırf Novruz haqqında söhbət gedir və Novruzun qəhrəmanlığı 2020-ci ildə başlamış zəfər yürüyüşünün təməlini qoyanlardandır. Onun kəşfiyyatçı kimi, onun verdiyi məlumatlar hesabına, onun verdiyi koordinatlar hesabına ordumuz nəinki Ağdamdan, digər ərazilərdən irəliləyərək 44 günlük zəfər çaldılar və qələbəyə nail oldu. Allah cəm şəhidlərimizə rəhmət eləsin. Novruz həm də bir Quzanlı olaraq, bir rütbəcə böyük olaraq bu günlər Salam aleyküm, değerli Hak Sesi TV izleyicilerimiz. Bu günlerim Əsədov Novruz Ələddin oğlunun mövlududur. Allah məkanlarını cənnət eləsin. Ağdam rayon Şəhidlər Xiyabanındayıq. Şəhid anaları da toplaşıb burada da hamısı. Bunlar da şəhid valideynləridir, qardaşlarıdır, yaxınlarıdır, icra nümayəndəsidir. Değerli izləyicilərimiz, bu günlərim Ağdam rayonundayıq. Şəhidlər Xiyabanında olan tədbirimiz çay süfrəsi ilə davam elədi və yekunlaşır. Deməli, Ağdam rayonunun kənd icra nümayəndəsi buradadır. Zəhmət olmuş sözü təqdim eləyin. Quzanlı qəsəbə nümayəndəsi Eldəniz Abdullayev. Eldəniz Abdullayev. Eldəniz müəllim, şəhidimiz barədə və bu tədbirlərin keçirilməsi ilə, sonda çay süfrələrinin hazırlanması ilə bu təşəbbüsü irəli sürən kimlərdir və yəqin ki, sizin də zəhmətiniz var burada. Bu barədə biraz danışasınız, zəhmət olmasın. Allah bütün şəhidlərimizə rəhmət eləsin. Məlum olduğu kimi 2-ci Qarabağ müharibəsində şəhidlərimiz, Ağdam şəhidləri Quzanlı qəbristanlığında dəfn olunubdur. Elə qismət gətirir ki, onlar burada dəfn olurlar. Burada bir kompleks yaranıbdır və rayon ictimaiyyətinin, rayon icra hakimiyyəti başçısının təşəbbüsü ilə, rayon ictimaiyyətinin dəstəyi ilə heç bir dövlət vəsaiti xərclənmədən belə bir gözəl bina, şəhidlər evi tikilib ərsəyə gətirilib. Burada deməli şəhidlərin adına ehsan süfrələri, yəni çay süfrələri, ehsan süfrəsi deyəndə yəni burada çay süfrəsi verilir. Onların anım günlərində, onların ad günlərində, şəhid olduqları günlərdə mərasimlər keçirilir, adları anılır və bu tədbir demək olar ki, ənənə halına alır. Və bu işlə də bilirsiniz, bizdə şəhidlər adına çox yüksək yanaşılır, yəni çox ehtiramla yanaşılır. Onların qəbirləri yəni tərəfimizdən daim nəzarətdə saxlanılır. Onların qəbrüstü abidələrinin təmiz saxlanılmasına fikir verilir. Mən deyərdim ki, bütün şəhidlər Respublikamızda
şərəflə anılır, hörmətlə anılır. O cümlədən də bizim Ağdamda, Quzanlı qəsəbəsində də bu ənənə davam edir və şəhidlərimizin adı hər zaman bizim baş üstümüzdə şərəflə anılır. Bizim baş tacımız olur həmişə. Bu rayon icra hakimiyyəti Vaqif müəllim, mən eşitdiyimə görə bu işlər çox həssasdır, ondan sonra diqqət və qayğısı var. O da sizin əməlinizdə görsənir. Tamamilə düz deyirsiniz. Vaqif Həsənovun bir nömrəli tövsiyəsi bütün işçilərinə, bütün tabeliyində olan şəxslərə, şəhid ailələrinə xüsusi diqqət göstərilməsi, şəhid adı olan yerdə şəhidlərin adının ehtiramla anılması bir nömrəli məsələdir. Yəni rayonda elə bir idarə, elə bir müəssisə ola bilməz ki, onlar şəhid adı olan yerdə öz ehtiramlarını göstərməmiş olar. Bu başqa cürdə ola bilməz. Çox sağ olun, təşəkkür edirəm. Dəyərli izləyicilərimiz sizlə bərabər oldu. Sağ olun ki, siz də gəlirsiniz, belə tədbirləri çəkirsiniz və efirdə işıqlandırırsınız. Çox sağ olun. Haqq Səsi TV1 həmişə yanınızdadır, haqqın yanındadır.